Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəyasət heyətində Həmrəylik günü münasibəti ilə növbəti iclas keçirildi. İclasda bir çox tanınmış yazıcı, şair, sənət adamları, musiqişünaslar, akademiklər və digər yaradıcı insanlar iştirak edirdilər. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Həmrəylik gününün milli ictimai tariximizdə mühüm hadisə olduğu vurğulandı. Bu mərkəz barədə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti Rasim Məmmədov məlumat verdi. Bu insanlar yenə də öz həmrəylik gününü bir yerdə həmrəy olaraq damın ofisində bu bayramı qeyd edirik və Azərbaycan xalqını təbrik etmək istəyirik. Öz toplaşmağımızla, həmrəyliyimizlə bir daha sübut etmək istəyirik ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının həmrəyliyi indən sonra nə qədər ki bəşəriyyət var, Azərbaycan xalqı həmişə həmrəy olacaq və öz həmrəyliyini ölkə başçısının arxasında sıx birləşməkləri ilə xalqa göstərəcəklər, dünyaya göstərəcəklər. Keçirilən iclasda akademik Vasif Məmmədəliyev, şair Zöhrab Tahir, Nərman Həsənzadə və bir neçə ziyalılarımız Heydər Əliyev irsindən söhbət açdı. Onlar dahi şəxsiyyətin elm və mədəniyyət işçilərinə qarşı göstərdiyi diqqət və qayğıdan danışdı. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, xalq şairi Zöhrab Tahir bu günün təsadüfi yox, liderin bütünlüklə Azərbaycana bağlı olduğunu, Heydər Əliyevin apardığı və irəli sürdüyü siyasətin nəticəsi kimi qiymətləndirdi. 31 dekabr dünyada yaşayan 60 milyonluq Azərbaycanlını birləşdirmək üçün bu günün vacibliyindən və əhəmiyyətindən danışıldı. Keçirilən iclasda Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti, şair Nərman Həsənzadə öz təbriklərini bizimlə bölüşdü. Bizim müstəqil Azərbaycanımız dünya mədəniyyətinin mərkəzlərindən birinə çevrilibdir. Dünyanın ən görkəmli, ən böyük dövlətlərinin keçdiyi tədbirləri Azərbaycan keçirir. Azərbaycan hərbi cəhətdə də güclüdür, mənəviyyatca da güclü, iqtisadiyyatca da belə bir güclü dövlət olmadan bunları keçirə bilməz. Azərbaycan bayrağı yerlənir. Biz bayrağa baxırıq, Azərbaycanın müstəqilliyinə baxırıq. O bayrağa abidə qoyulubdur. Mən ürəkdən təbrik edirəm, can sağlığı arzu edirəm. Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə keçirilən tədbir başa çatdı.